böyük əksəriyyət insanların beynindən xəbəri yoxdur. Başımıza nə gəlirsə, başımızın içindən gəlir. Qadın pasiyentlə necə davranmaq lazımdır, kişi pasiyentlə necə davranmaq lazımdır. Müasir dünyamıza baxsaq, görərik ki, problem nədir? Müasir dünyanın problemi fərqindəlik olaraq səhər işə gələndə mən gedirəm insanlara keyfiyyətli bir xidmət göstərməyə. İndi bu dəqiqə ünsiyyətdə olduğum insan ən vacib insandır. Məsələn, mənim üçün indi bu dəqiqə ən vacib insanlar sizsiniz. Belə salamlayıram əvvələn, xoş gördük hamınızı. Belə bir görüş doktor təklif elədi. Mən də dedim ki, vacibdir, gözəldir, lazımdır. Ümumiyyətlə, indi inkişaf etmiş ölkələrdə şirkətlər, müxtəlif şirkətlər, həmçinin stomatoloji mərkəzlər belə şeylərə əhəmiyyət verirlər. İşin keyfiyyətinə çox təsir eləyir. Mütəxəssislə görüşmək. Əvvələn belə bir kitab gətirdim sizə hədiyyə olaraq. Polad necə bəlkidir. Mən həm də yazıcıyam. General Polad Həşimovla bağlı yazdığım kitabı təqdim edeyim sizə. Belə bir xidmət göstərirsiniz. Mən əvvəl istərdim ki, doktor təqdim eləsin. Bilək ki, kimlər iştirak eləyir görüşdə. Mən də İlqar Kamil, yazıcı, psixoloq, Qapı Psixologiya Mərkəzinin rəhbəri, 2 ildə Azərbaycanda, Rusiyada yaşamışıq olsun illər, orada təhsil almışıq. İndi elə Mirzəvad doktorla da orada, Rusiyada olanda tanış olmuşuq. Azərbaycandayıq, burada fəaliyyət göstəririk. Bir neçə kitabın müəllifiyəm. Və bu kimi fəaliyyətlərin vacibliyini dərindən hiss edirəm. Bu il Qapı Psixologiya olaraq qarşımıza belə məqsəd qoymuşuq ki, insanlarla, fərdlərlə işləmək yox, onun kənarında təkcə fərdlərlə işləmək yox, insanlarla işləyənlərlə işləmək. O, məsələn, həkimlər, məsələn, müəllimlər, onlar ki, davamlı olaraq insanlarla təmasda olurlar. Onlarla müəyyən söhbətlər etmək, onların düşüncələrində müəyyən dəyişikliklər etmək, onların beyinlərinin işləmə mexanizmini izah etmək. Bu da bizim sahədə, məsələn, diş sahəsində doktorlar çox gözəl izah edirlər ki, necə struktur, necə qurulur, necə işləyir, çənə necə asılır, necə bağlanır. Psixologiyada beynin işləmə mexanizmini öyrənir. Və bizim beynimizdən xəbərimiz yoxdur. Böyük əksəriyyət insanların beynindən xəbəri yoxdur. Bizim bir layihəmiz var idi, hardan başlamalı? Sual qoymuşduq belə, hardan başlamalı? Müxtəlif fikir adamları bu suala müxtəlif cavabları verirdilər. Şəxsən mənim öz cavabım bu oldu. O layihədə başdan başlamalı. Mən başdan başlamalı deyəndə dostlar elə bildilər ki, iştirakçılar əvvəldən başlamalı nəzərdə tuturam. Biz də belə deyirlər, başdan başlayaq. Dedim, yox, mən sözün həqiqi mənasında başı nəzərdə tuturam ki, başdan başlamalı, proses oradan başlamalıdır. Bütün çünki proses başda gedir zaten. İctimai münasibətlərin qurulması, pasiyent, mütəxəssisin münasibətlərinin qurulması və s. və s. bütün bu məsələlərin hamısının mənşəyi başımızdır. Bizim sloqanımız ümumiyyətlə belədir ki, başımıza nə gəlirsə, başımızın içindən gəlir. Buradakı görüşlərin ki, ümid edirəm, o qədər maraqlı olar ki, davamlı olar. Bir dəfə ilə yekunlaşmaz. Xüsusi bir proqramla, intervalla olar. Təkcə buradakı işinizlə bağlı deyil, ümumiyyətlə həyatınıza təsir edən, həyatınıza, ictimai münasibətlərinizə, ailədə, dostlarda və s. müxtəlif yerlərdə sizə lazım olan söhbətlər, lazım olan baxışlar formalaşacaq bu söhbətlərdə və get-gedə görəcəksiniz ki, nəinki sizin iş mühitində iş keyfiyyətiniz çox yaxşılaşıb, hətta ictimai münasibətlərinizdə, ailə münasibətlərində və s. mühitlərdə də görəcəksiniz ki, keyfiyyəti hiss etmiş olacaqsınız. Müəyyən toxunuşlarla, müəyyən məsələlərlə. Mən bu misalı həmişə deyirəm. Qoy elə başlanğıc söhbətimizdə bu olsun. Mən yeni ailə həyatı qurmuşdum illər əvvəl və birdən ürəyim nabat istədi.
Nabat bilirsiniz nədir? Şəkər tozu ilə, südlə bişirilən bir şeydir. Bilmirəm, bütün Azərbaycanın bütün zonalarında olur, olmur. Biz cənub bölgəsindənik, orada xüsusi o ləzzətlə istifadə olunur. Nabat belə qəhvəyi rəngdə bir şeydir, qəndə oxşayan halda bir şeydir. Birdən ürəyim nabat istədi. Nabat yoxdur da buradan. Nabat istədi, evdə yoldaşıma dedim ki, mənim ürəyim nabat istəyir. O da dedi ki, hə, bu dəqiqə böyük məmnuniyyətlə bişirərəm və doğrudan da bir neçə saatın ərzində nabatı bişirdi. Nabat bişməyinə bişdi, amma biz nabatı tavadan qoparda bilmirik. Yəni, nabatı görürük, amma nabatı istifadə edə bilmirik. Yəni, həqiqətən də o qədər möhkəm yapışıb, tavanı sevirdik, yəni mən şişirtmirəm, həqiqətən də çəkic, filan, bəsmə, qopsun, qopmur nabat. Sonra o vint açan deyirlər də, atyorka ilə başladıq. O da eşələnir, o da pis günə qalır, yəni olmur. Bu niyə belə oldu axı və yoldaşıma dedim ki, narahat olma, xırda şeylər var idi, onları da nəzər alın. Bu səfər belə oldu, növbəti dəfə yaxşı olacaq. Yəni bir tava zay oldu. İkinci dəfə yenə eyni cəhət, yenə də həmən söhbətdir. Yəni orada lay-balay biz orada o nabatı görürük. Bu da böyük zülümdür də. Yalamayacaqsan ki onu. Yəni oradadır və sən onu yapmışsan. Axır dedim ki, bu egonu qoy kənara. Bir bilənlərdən birinə zəng elə də. Nə məsələdir, bu niyə belə olur? Axır anama zəng elədi. Allah rəhmət eləsin, anam dünyasını dəyişib. O da çox mehriban xanım idi anam. Dedi ki, mama qurban, orada heç sən yoxdur. Yəni hər şeyi düz eləmişsən, hər şeyi. Sadəcə tavanı, o bütün o şeyləri etməzdən əvvəl biraz istiləşsin, biraz qızsın. Bir 5 dəqiqə qızsın, sonra onları elə. Özümüzü fikirləşdik, yəni bütün məsələ oldu. Doğrudan da biz onu elədik və gördük ki, tavanı elə belə çevirən kimi lay-balay özü tökülür yerə. Siz görürsünüz, xırda bir fərq, xırda bir toxunuş. Bəzən gəlirlər, deyirlər, müəllim, hər şey deyirəm, kitablarda oxuduqlarımı, onlardan eşitdilərmi, uğur qazanan insanların həyatını oxuyuram, tətbiq edirəm, amma olmur. Güman ki, o 5 dəqiqə söhbətidir, o xırda bir nüans var, kör nöqtə. İnsanın həyatında da belədir, iş mühitində də belədir. Böyük məsələlər deyirlər, böyük xətalar deyirlər, böyük yanlışlar deyirlər. İşi dalana salan, bəzən gedmir də. Böyük məsələlər deyirlər, ona görə gözlə görünmürlər, belə rahatlıqla görünmürlər deyə biz onları illərlə görmürük və illərlə müxtəlif tavalları sıradan çıxardırıq. Biz bugün nədən danışa bilərik sizlə? Giriş olaraq bundan danışmaq olar ki, məsələn, pasient tipologiyası. Sizin bu mərkəzə müxtəlif pasientlər gəlirlər. Müxtəlif, fərqli pasientlər gəlirlər. Bu fərqliliklər, məsələn, bu baxımdan ola bilər ki, uşaq pasientlər ola bilərlər, qadın pasient, bəy pasient ola bilər. Bu bir tipologiyadır ki, bunlara yanaşmanın özləri fərqlidir. Yəni, psixologiya elmi, müasir psixologiya elmi bunların hamısını araşdırır ki, qadın pasientlə necə davranmaq lazımdır, kişi pasientlə necə davranmaq lazımdır. Uşaq mövzusu ümumiyyətlə, dediniz burada uşaq mütəxəssisi var, ümumiyyətlə ayrıca dərin və maraqlı, gözəl mövzudur. Eyni zamanda başqa tipologiyalar var. Məsələn, fobik pasientlər olur, fobiyası olan pasient. Birdən bəlkə rast gəlməyib, məsələn, birdən elə gəlir pasient, gətiriblər, bunun dişləri düzəlməlidir, pis vəziyyətdədir, amma dəhşət fobiyası var. Uşaqlıqdan mı olub, travma olub, nə olubsa fobiyası var. Bu pasientlə necə davranmalı? Tələskən pasient var. Pasient gəlir, deyir ki, sən deyirsən, bir ay belə, filan. Deyir, yox, mənim özünəm çəkmir. Mənə tez lazımdır bu işləri görməyə. Nə bilim, müxtəlif dediyim kimi tipologiyalar var. Çox sual verən pasient var. Pasient gəlir, hər şeyi bilmək istəyir, hər şeyi danışmaq, çox danışan. Bütün bu növlərlə davranmaq formaları hər kəs individualdır. Bu psixologiyada bunların hamısına toxunulur. Amma mən bu günləri ümumi bəzi söhbətlər etmək istəyirəm, ümumi, amma ana söhbətlər etmək istəyirəm. Birinci demək istədiyim, 2-3 dənə söz deyəcəm, çox vaxtınızı almayacağım. Sonra əgər sizin suallarınız olsa, onun ətrafında danışarıq.
Birinci etmək istədiyim söhbət budur. Deməli, bir çox yaxşı film var. Koreyalı kino rejissor var, Kim Ki-duk adında bir rejissordur. İstəsəz axtarıb tapa bilərsiniz. Çox maraqlı filmdir. Onun filmidir. Adı belədir. Yay, payız, yaz, qış və yenə də yay. Belə bir uzun adı var filmin. Maraqlı filmdir. Buddizm fəlsəfəsini açan bir filmdir. Orada rejissor bir möhtəşəm bir oyun çıxardıb, yaxşı mənada. Siz düşünün, göl var filmdə. Böyük bir göldür, amma gölün bir darvazası var. Yəni insanlar gölə ancaq onun darvazadan girə bilərlər, qapıdan girə bilərlər. O açıq qalmış yerlərdən girmək qadağandır. Ev düşünün, evin divarları yoxdur, ancaq qapıları var. Ancaq qapıları var və insanlar evə, digər otaqlara ancaq qapıdan girə bilərlər. Açıq qalmış divardan girə bilməzdir. Filmdə bir yerdə şagird ustadını yuxudan oyatmasın deyə düşünür ki, qapı açılsa cırıldayacaq, ustad yuxudan oyanacaq və sırf onun xəbəri olmasın, bir pis iş tutmaq istəyirdi. Xəbəri olmasın deyə deyir ki, bir dəfə ilə bir şey olmazsa, istəyir ki, o açıq qalmış yerdən keçsin, qapıdan keçməsin. Və onunla da film başlayır və bütün cinayətlər, bütün fəlakətlər bu insanın başına gəlir. Ona görə ki, qapıdan girməyib. Rejissor bundan nə demək istəyir? Rejissor demək istəyir ki, hər şeyin bir qapısı var. Hər şeyin, hər hadisənin, hər insanın bir qapısı var. Hər insanın bir qapısı var. Sizin münasibətdə problem varsa, güman ki, pəncərədən girmişsiniz. Maraqlıdır ki, Quran-ı Kərimdə belə bir ayə var. Bizim Qapı Psixologiya Mərkəzi, adı Qapı Psixologiya Mərkəzidir. Orada bizim ayəni də yazmışıq. Evlərə qapılarından girin. Ayə budur. Sadəcə, baxırsan nə qədər sadə bir şeydir. Bu nə deməkdir ki, evlərə qapılarından girin. Amma böyük bir fəlakətdir. Evlərə qapılarından girməmək. Yəni, insanlara yanaşmağımız, əgər biz arxa vasitələr tapırıqsa, kəsən yolları axtarırsa, qapıdan girmək istəmirsə, problem yaranır. Birinci məsələ budur ki, hər insanın bir qapısı var və o qapını tapmaq lazımdır. Və o qapını tapandan sonra da o qapını döymək lazımdır. Yəni, qapı bir mədəniyyətdir də, qapı ilə, təpi ilə vurub açmazlar. Qapını tapmaq kifayət deyil, qapını bir döymək lazımdır. Bu, ümumi bir yanaşmadır. Azərbaycan xalqımızla bağlı həmişə deyirlər ki, Azərbaycan xalqı qonaqpərvər xalqdır. Mən deyirəm, kaş Azərbaycan xalqı insanpərvər xalq olaydı. Azərbaycan xalqının qonaqpərvər olması, sırf qonaqpərvər olması, bəzi ictimai münasibətlərdə, ailə münasibətlərində problem yaranır. Ailədə görürlər ki, qonaq daha əhəmiyyətlidir. Məsələn, ta qədimdən bizim bəzi qablar ancaq qonaq gələndə çıxırdı masaya. Biz o qabları görmürdük. Məsələn, bəzi yeməklər ancaq qonaqlara bişirilir. Bir də var ki, insanpərvər olmaq, qonaqpərvər yox. İnsanpərvər olanda bilirsən ki, evdəki də insandır, gələn insandır. Baxın, birinci demək istədiyim məsələ nədir? İnsan qəribə formada unudur ki, müxtəlif adlar qoyuruq deyə, məsələn, pasient deyirik, müştəri, klient və s. Və biz unuduruq ki, o insandır. Birinci fərqindəlik bizdə bu olmalıdır ki, bizə müraciət edən insan, gələn adam insandır və onun xüsusi bir ona müraciət forması olmalıdır. Onun bir qapısı var, ona yanaşmağın yolunu tapmaq lazımdır. Keyfiyyətli iş görmək üçün ana məsələ budur. Keyfiyyətli iş görən mərkəzlər bu məsələyə xüsusi diqqət ayırırlar ki, ora gələn bir insandır və hər insanın özünün bir qapısı var. Burada ümumi söhbətlərdən etmək olmaz da, hamı ilə belə, hamı ilə belə yox. Hər kəsin öz uyğun qapısı tapılmalı və insanlara qapılarından yanaşmaq lazımdır. Birinci demək istədiyim məsələ budur. İnsana xidmətlə məşğulsunuz, insanların xidmətində durursunuz. İnsan öz işinə belə yanaşmalıdır. Baxın, mən burada bir kitab gətirmişəm.
Polad necə bəlkə edir? Bilirsiniz, kitablarda bir mətn olur, bir də haşiyə. Baxın, məsələn, burada bir xətt çəkilir, düzdür? Aşağıda haşiyədir, yuxarı mətndə aşağı haşiyədir. Sizcə, niyə bəzi fikirlər, bəzi cümlələr mətndə yox, məhz haşiyədə yazılır, bir xətt çəkilir və haşiyədə yazılır? Sizcə, niyə belə olur? Haşiyə niyə haşiyədə yazılır, mətnə daxil olmur? Çünki mətnə daxil olsa, mətni qarışdıra bilər. Qiymətli, dəyərli fikirdir ki, kitaba daxil olub. Amma o qədər dəyərli deyil ki, mətnə daxil olsun. Haşiyəyə qədər girə bilib. Məsələn, bir termindir. O terminin izahını bilmək də olar, bilməmək də olar. İzahını şərhdə verirlər. Kimin üçünsə maraqlı olsa, girsin o izahı da oxusun ki, filan, məsələn, universitet hansı tarixdə yaranıb və s. və s. Bu, çox vacib, əhəmiyyətli deyil mətndə olacaq qədər. Bunu niyə deyirəm? Müasir dünyada biz baxsaq, bizim Laçında bir təlimimiz olmuşdu, Laçın şəhərində. Zəfər psixologiyası adında bir təlimimiz olmuşdu. Orada mən bunu danışdım. Müasir dünyamıza baxsaq, görərik ki, problem nədir? Müasir dünyanın problemi haşiyələrin mətnə dırmanmasıdır. Haşiyələr mətnə dırmanıb, ona görə aləm dəyib bir-birinə. Haşiyə olacaq şeylər, giriblər mətni qarışdırıblar bir-birinə. Yəni, həyata tətbiq edəndə söhbət kitabdan getmir. Məsələn, bəzi şeylər var ki, bizim həyatımızda onlar haşiyə kimi dəyərlidir. Haşiyə dəyərli bir şeydir ki, mətnə girib də kitaba girə bilib. Amma o mətndə olmamalıydı, o haşiyədə olmalıydı. Bəzi şeylər var ki, o dekorasiya pozulub da bizim həyatımızda. Haşiyələr mətnə dırmanıb. Biz orada bir slayd hazırlamışdıq, orada göstərmişdik ki, necə dırmaşırlar haşiyələr mətnə və bu nə böyük fəlakət demək. Bütün bunları mən niyə danışıram? Biz bir psixologiya mərkəzində fəaliyyətə başlayanda, mən orada dostlarla görüşəndə, həmkarlarımızla görüşəndə, mən orada dedim ki, sual mənim üçün çox mühümdür. Burada iki məsələ var da, istənilən xidmətdə, məsələn, sizin buradakı xidmətinizdə də iki məsələ var. Bir qazanc məsələsi var, bir də xidmət məsələsi var. Biz insanlara xidmət göstəririk və onun qarşılığında müəyyən gəlir əldə edirik. Sual, sizin üçün bunun hansı mətn və hansı haşiyədir? Bu, bəlkə də demək bunu çox rahatdır. Amma bu fərqindəlikdə olmaq çox çətindir. Məsələn, biz qab psixologiyada başlayanda bu fərqindəliklə başladıq ki, bizim mətnimiz xidmət olmalıdır. Haşiyə olmalıdır qazanmaq. Yenə də deyirəm, haşiyə pis deyil, dəyərlidir, kitaba girə bilib. Amma haşiyə öz yerini bilməlidir, o mətn ola bilməz. Yəni, o yerlərdə ki, o mərkəzlərdə ki, tibbi mərkəzlər olsun, indi şikayətlər daha çox nə olur? Deyir ki, həkim şey kimi baxır da, pulunu ver filan. Xidmət kimi baxmır işinə. Pul mənbəyidir, adam pul üçün eləyir hər şeyi. Pul varsa var, yoxdursa yoxdur. Yox, bizim həyatımızın mətnində xidmət olmalıdır. Mən insanlara xidmət göstərmək istəyirəm. Bu mümkündür, bu mümkündür. Baxın, bu haqda bir düşünün. Bu utopiya deyil, bu xəyal deyil. Müəllim, siz nə danışırsınız? Yox, bu mümkündür və çox gözəldir. Bunu dəyişməklə bir şey olmur da. Bu niyyəti dəyişməklə bir şey olmur. Maraqlı bir şey danışım sizə, böyük şəxsiyyətlərdən biri. Deyirlər ki, yolla keçirdi və gördü ki, onun dostlarından biri özünə ev tikir. Gördü, özünə ev tikir və pəncərə qoyur. Yaxınlaşdı, başladı bununla danışmağa, dedi ki, niyə qoyursan pəncərəni? Evinə pəncərə qoyursan, niyə qoyursan? Adam dedi ki, pəncərəni ona görə qoyuram ki, qarşıdan qış gəlir. Qədim zamanda olub bu hadisə. Qarşıdan qış gəlir, bunun sobası var, sobanın tüstüsü var. Tüstünün çıxmağa bir yeri olmalı, da pəncərəni ona görə qoyuram falan. Bu baxdı, böyük şəxsiyyət baxdı, dedi ki, bu boyda zəhmət çəkirsən, amma bu nə niyyətdir də, cılız niyyətdir. Deyir ki, bəs necə olsun? Deyirdin ki, məsələn, pəncərəni qoyuram ki, bir ayın, günəşin seyrinə dalım, ulduzları gecələr seyr edeyim və s. və s. Gözəl, ilahi, dərin niyyətlər ola bilər də. Amma sən gör nə deyirsən, tüstü çıxsın. Sonra söhbətin nüvəsi buradadır. Sonra deyir, əlini qoydu o
adamın içindədir ki, tüstü onsuz da çıxacaq da. Yəni, tüstünü niyyət eləməsən, çıxmayacaq tüstü. Yəni, illah ki, niyyət mi eləmək lazımdır ki, tüstü onsuz çıxacaq da. Haşiyə onsuz gələcək də, qazanc onsuz da gələcək də. Əsas budur ki, mənim niyyətim xidmətdir. Mən istəyirəm insanlara keyfiyyətli bir xidmət göstərim. Onda ibadət kimi olur da, sizin buradakı fəaliyyətiniz. Siz gedirsiniz işə, pul qazanmağa, amma ibadətdir. Sanki bütün günü ibadətlə məşğul olmuşsunuz. Kafa, bu kafa olanda, fərqindəlik, bu fərqin. Mən insanların xidmətindəyim. Allahın bəndələrinin xidmət edirəm. Bir maşın ustası deyirlər. O adlandırmaq çox mühümdür. Təkər ustasıdır, məsələn, maşın ustasıdır ki, mən insanların təhlükəsizliyini təmin edirəm. Kiçiltmir öz işini. Mən nəyəm, təkərə baxıram da, təkər bağlamam. İnsanların təhlükəsizliyi. Təkər deyir, qaydasında olmasa birisi nə var? Özgüvənə baxın, necə baxır, yanaşır. Birisi təkər hər şeydən vacibdir. Əslində də elədir ki, mən insanların təhlükəsizliyini təmin edirəm. Diş elə belə söhbət deyil. Ona görə siz görün, nə böyük bir xidmətlə məşğulsuz. İnsanların dişinlə məşğulsuz, dişinin təhlükəsizliyi ilə məşğulsuz, dişlərinin müalicəsi ilə məşğulsuz. Nə böyük bir xidmətdir. Belə bir keyfiyyət təqdim edirsin insanlara. İnsanların dişləri qaydasında olanda, onların qidalanması qaydasında olur. Onların qidalanması qaydasında olanda, nə qaydasında olur? Ruhaniyyatı, mənəviyyatı, şəxsiyyəti qaydasında olur. Çünki biz bir bütün varlıqda, bütünlüklə hər şey bir-birinə bağlıdır. Bu qaydasında olanda, o qaydasında. Ona görə böyük bir xidmətlə məşğulsuz və mətn olaraq, fərqindəlik olaraq səhər işə gələndə mən gedirəm insanlara keyfiyyətli bir xidmət göstərməyə. Bu mümkündür. Bu birinci deyəcəyim məsələ. Bura qədər necədir, maraqlıdır? Mən olsa bilirəm ki, maraqlıdır. Təşəkkür edirəm. Hərdən soruşaq. Yaxşı. İkinci deyəcəyim məsələ ki, bu da çox böyük fərqindəlik yarada bilər sizlə. Ümumi olaraq pasient və işçi münasibətinə necə yanaşılmalıdır? Baxın, mənim sevimli yazıçım Lev Tolstoy, yəqin eşitmişsiniz adını, Tolstoy böyük yazıçıdır. Onun gözəl bir əsəri var, hekayəsi var. O hekayədə bir nəfər 3 sualın cavabını axtarır. Bir şah təğyir-i libas eləyir. Belə bir söz var. Təğyir-i libas nədir? Libas paltardır. Təğyir dəyişmək deməkdir. Şah libasından çıxsa cəmiyyət arasında bilərlər o şah. Qorxarlar, doğru cavab verməzlər və s. Bəzən qədimdə belə ənənə var imiş. Şahlar təğyir-i libas eləyib bir kasıb simasında, adi bir vətəndaş siması saqqal. Bu dünyada ən vacib iş bu dəqiqə əlində gördüyün işdir. O corab yamamaq belə olsun. Yəni belə olmalıdır deyir. Ən vacib insan bu dəqiqə ünsiyyətdə olduğun insandır. Bu ola bilsin ki, uşaqdır, ola bilsin, hətta bir bomuşdur. Hər kimdir. Bu dəqiqə ünsiyyətdə olduğun insan. Və ən vacib vaxtı indi içində yaşadığın vaxt. Baxın, bu fərqindəliklə yanaşsaq məsələ. Məsələn, mənim üçün indi bu dəqiqə ən vacib insanlar sizsiniz. Fikir orada deyil. Biz next-lə yaşayırıq da. Məsələn, sonra nə olacaq? Sonra olanda olacaq da. Bu dəqiqə biz pasientlə ünsiyyətdə. Pasient görür ki, mən onu nə qədər diqqətlə dinləyirəm də. Bu dəqiqə dünyanın ən vacib insanı mənə görə odur. Oturmuşuq ünsiyyətdə, fikir başqa yerdə deyil, fikir başqa yerdə. İnsanlar çox həssasdılar. Pasientlər bu məsələlərdə çox həssasdılar. Ona nəyisə izah eləyəndə, pasient gəldi, girdi içəri. Mən bu mərkəzdə bunu görmüşəm. Sizdə dediniz, reception, məsələn, keçən səfərdə təkid elədim. O diqqət, o mehribanlıq, dərhal, məsələn, görmək. Elə mərkəzə gedirsən, girmirsən, heç girin. Hələ xəbəri yoxdur ki, bura adam girib, adam gəlib filan. Dərhal diqqət eləmək, dərhal yaxınlaşmaq. İndi bu dəqiqə ünsiyyətdə olduğum insan ən vacib insandır. Bunun həyatla da bağlı. Təkcə işdə baxmayın buna. Gedirik evə, uşaq gəlir, uşaqla ünsiyyətdə ən vacib. Ana gəlir, ana ilə ünsiyyətdə ən vacib.
Mən həmişə deyirəm ki, dostlar, ailənizlə, dostlarınızla səmərəli vaxt keçirdin. Səmərəli sözünü xüsusilə vurğulayıram. Çünki vaxt keçirdirik, amma o səmərəli olmur. Səmərəli nə deməkdir? Bütün diqqətimiz həyatının ən vacib insanı bu dəqiqə bu insandır. Bu fərqindəliklə. Məsələn, tutalım, iş görürsünüz, iş zamanı elə. Bunun nəticəsi olacaq. İşdə olanda yalnız işdə. Mən işdə ancaq işdəyəm. Məsələn, Avropa ölkələrində, inkişaf etmiş ölkələr, hətta Rusiyanın özündə, doktor da yaxşı bilər. Məsələn, iş vaxtı kimisə narahat eləyəndə, zəng eləyəndə iş vaxtında o sənə cavab vermir. Və yaxud istirahət eləyirsə, sən ona zəng eləyirsənsə, o onun üçün ən böyük təhqirdir. Çünki bu dəqiqə o istirahət edir. Həkim deyə, məsələn, onun işi budur. Bizim bir müəllimimiz var idi, bəlkə belə qəribə misaldır. Gəlirdi, fəlsəfə dərsi deyirdi bizə. Fəlsəfə dərsi ağır dərsdir. Deyirdi, qapını kilitləyin. Qapını kilitləyirdik. Bir 3-4 dənə anekdot danışırdı, lətifə. Yəni, yıxıl öl o lətifələrdən danışır. Yəni, həqiqətən haradan tapırdı, hər dəfədə fərqli lətifələr. Yəni, möhkəmcə gülürdük. Mənə maraqlı ki, bu sərhədləri necə qoruya bilir adam. Güldük 5 dəqiqə, deyirdi, indi o qapını açsan, açırdıq, sonra tamam başqa bir adamdır. Çox ciddi fəlsəfi mövzu. Biz hələ oradayıq, pıqqa falan deyirdik. Deyirdik ki, bu necə insan bacarır da, birdən-birə qutardı və keçdi başqa bir şey. İş zamanı mənim üçün dünyanın ən əhəmiyyətli işi budur. Baxın, bu fərqindəliklə girsək, qapılar açılır insanın üzünə. Bir mistika var bu işin içində. Amma bu işdəyəm, amma işdə deyiləm. Bir insanla ünsiyyətdəyəm, amma onunla ünsiyyətdə deyiləm, orada deyiləm. Bu işi korlayan şeylərdir. İnsanlar həssaslar, dərhal bunu. İnsanlara ən vacib şey bizim diqqətimizdir. Biz ona diqqət ayırırıq, biz onu gerçəkdən də dinləyirik və onu başa düşürük. Bu da çox əhəmiyyətli mövzulardan biridir. Diqqət dağınıqlığı mövzusu günümüzün bəlasıdır və çox təbii bir prosesdir. Bunun dərinliyinə girsək, görəcəksiniz ki, psixologiya elmi nə qədər dərin elmdir əslində. Niyə bu günləri qədimdə bu qədər şikayət yox idi? Qədimdə insanların diqqətləri bu qədər dağılmırdı. Çünki dövrümüzə, zamanımıza bir cavab budur ki, dövrümüzə oxşamağa başlamış. Məsələn, 50 il bundan qabaq hər şey bizi səbirli olmağa öyrədirdi. Məsələn, biraz ondan qabaq lap dəhşət idi. Bir nəfər oturub sevgilisinə məktub yazırdı, verirdi çapara, çapar bunu neçə müddətə o gedib ora satan azam bəlkə də bu sevdiyindən vaz keçirdi. Artıq hələ məktub indi gedib çap. İnsanlar intizarı, gözləməyi öyrədirdi. Sistem elə idi. Amma bu günləri bir məktub yazsan, o qalışqa orada bir dənə biraz 5 dəqiqə hövsələn kəsir ki, bu hardadır, bu niyə ona çatmır falan. Dövr bizi hövsələsizləşdirib də hər şey o qədər sürətlənib və insan öyrənə bilmir. Bu səbri biz kitablardan öyrənə bilmərik. Baxın, bir nəfər 10 dənə kitab oxusun səbirlə bağlı. Praktik müstəvidə səbir mövzuları çıxmayıbsa qarşısına, o səbirli olmayacaq, öyrənə bilməyəcək. Səbəblərdən biri diqqət dağınıqlığı budur ki, çünki bu günləri insanın diqqətini dağıdıblar. Baxın, biz adi baxırıq məsələyə, telefona giririk, Instagramda giririk, bizim diqqətimiz müxtəlif orada xüsusi bir reqlament yoxdur da, sən tutalım, özünə hörmət edən insanlar xüsusi reqlament qururlar, hətta sosial şəbəkələrdə girəndə bilir ki, mən bu səhifələri izləyirəm, bu səhifələrdə də bu məlumatlar var. Amma siz adi bir insan girəndə ora biraz ağlayırsan, biraz gülürsən, biraz nəyinirsən, növbəti xəbər falan, görün insan diqqətinlə nə oyun çıxardırlar. İnsanın diqqəti dağılması neynəsin? Müasir insanın diqqəti dəhşətli dərəcədə dağılıb. Uşaq psixologiyası xüsusi bir sahədir. Uşaqlara yanaşmaq, indi nə qədər dünyada bir təbil zəngi çalınır, mən nə qədər qohumlarda, əzizlər, yaxınlara gedir, görür ki, uşağı yedizdirir telefonla.
uşaq soska deyə əlində soska tutub bir tərəfdə telefonda qoyub baxır məsələn. Bunlar böyük fəlakətdir. Çox daha dərin. Təkcə məsələ o oradan şüanın gəlməsi falan bu işin çox bəsit tərəfidir. O məsələ təkcə o deyil. Daha dərində yatan məsələlər var ki, uşaq bunlardan məhrum olur. Bu alahi bir mövzudur, geniş mövzudur. Mənim demək istədiyim məsələ isə bundan ibarətdir ki, deməli, diqqət eləmək olar. Bir qəşəng kitab oxudum. Marie Kondo adında bir Yapon müəllifdir. Bir təmizləyici olub xanım, evlərə gedib təmiz işləri görürmüş. Sonra yavaş-yavaş bu işi inkişaf elətdirib, o səviyyəyə çatdırıb ki, bu işin ümumiyyətlə kitabını yazıb. Kitabın adı belədir. Evini də sahmana sal, həyatını da. Evini də sahmana sal. O kateqoriyalara bölür, belə olmalıdır, elə olmalıdır. Mən o kitabı oxuyandan sonra gördüm ki, məsələn yazır ki, evinizin elə bir guşəsi varmı ki, sizin ora toxunmamısınız? Deyir ki, siz çox şeydən xəbəriniz yoxdur. Mən getdim, tökdüm qramatalarımı qabağıma. Baxdım, gördüm, nə qəşəng sözlər yazılıbmış orada. Tullamışam da veriblər falan. Hamısını bir oxudum. Həyatımdakı insanlara diqqətlə baxmağa başladım. Gördüm, nə yaxşı insandır. O belə bir söz var, deyir ki, işıqlar söndü evdə, internet kəsildi. Nə maraqlı insanlar var imiş yerinizdə. Hamı hər yerdədir də. Məsələn, yaxınlaşırsan, yenidən baxırsan o insana, yenidən kəşf etməyə çalışırsan, onu diqqətlə dinləyirsən və bu bizə çox böyük şeylər verir ictimai münasibətlərimizdə. Müasir insan dinləməyi bacarmır. Çünki onun fikri dağınıqdır, onun fikri qarışıqdır. Bax, müasir insanı özünə qaytarmaq lazımdır, əski halına, köhnə halına, köhnə vəziyyətinə qaytarmaq lazımdır. Çox şeylər danışmaq olar, çox gözəl məsələlərə toxunmaq olar. Tanışlıq üçün, giriş üçün dedim ki, bax, belə bəzi məsələlərə toxunum ki, belə qəşəng mətləblər var, gözəl, dərin mətləblər var. Bunları həyatımızda tətbiq eləyərək, bu yanaşmalarla yanaşaraq keyfiyyətli işdə görmək olar, keyfiyyətli həyatda yaşamaq olar. Bax, belə, məndən bu qədər. Təşəkkürlər, minnətdaram. Ondan əvvəl bir xahiş edirəm, əgər maraqlıdırsa, bir səbirlə məni dinlədiyiniz üçün özünüzü bir alqışlayın. Zəhmət olmasın.